بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Əziz qardaşlar, Allahdan istəyirəm ki, bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin və qiyamət günü bizim lehimiz etsin. Sonra, əziz qardaşlar, danışmaq istədiyim mövzu insanın həyat dövrü barəsindədir. Müəllif insanın həyat dövrünü, yaşam dövrünü səmada olan aya bənzədir. Səmada olan, göydə olan ayın ilk çıxış forması hilala bənzəyir. Hilal, elə adı da hilal adlanır. Nazik xət olur. Deyir ki, insanın həyat dövrü, həyat dönəmi necə də deyir ki, hilala bənzəyir. Yəni, ay ki, təzə çıxanda necə görünür? Hamı onu nəzik bir xət kimi görür. Sonra böyüyür, artıq bədirlənmiş bir hala gəlir. Bədirlənmiş halda ayın ən kamil bir formasıdır. Görünüşü ən aydın, parlaq olan görünüşdür. Sonra müəllif qeyd edir ki, çox keçmədən sonra həmin o ayın enişi başlayır. Yəni, necə ki, əvvəldə sanki deyir, yeni doğulmuş körpəni xatırladır insana. Sonra deyir, bədirlənmiş olur, sonra deyir, ondan sonra yavaş-yavaş enişi başlayır. Yəni, əvvəl necə nazik idi, zəif idi, ondan sonra yenə başlayır yavaş-yavaş zəifləməyə. Və zəiflədikdən sonra nəhayət deyir, yox olur. Ki, yeni bir ay çıxsın, yeni bir zaman çıxsın. Yəni, ayın özünün təzə bir forması çıxsın. Və bunu deməkdə qəsdi nədir? Yəni, deyir ki, insanın həyatı da, dövrü də, keçimi də eyni ona bənzəyir. Necə ki, deyir, insan deyir, dünyaya gəlir, körpə halda olur. Körpə olduğu vaxtı deyir, aciz olur, gücsüz olur, köməksiz olur. Hər kəsə ehtiyacı olur, körpə uşaq necə olur? Sonra deyir, böyüyür, boy atıb böyüyür və gənclik mərhələsinə çatır və hətta deyir, yaşının ən kamil dövrünə çatır. Yaşının ən kamil dövrü 40 yaşdır. Necə ki, insanın həm fiziki, həm mənəvi, həm düşüncə baxımından, necə ki, qeyd ediblər alimlər, ən kamil və mükəmməl dövrüdür. Və nəhayət, sonra qeyd edirlər ki, alimlər, ondan sonra deyir, 40 yaşdan sonra yavaş-yavaş insanın, necə ki, o ay enişə doğru gedirdi, eləcə də insanda 40 yaşdan sonra yavaş-yavaş artıq zəifləməyə doğru gedir. Allah Teala deyir, ona ömür yazıbsa, yəni onun ömrü uzundursa, o elə bir dayanacağa gedir ki, hansı ki ömrün ən zəif çağına, necə ki uşaqlıq dövründə onun ehtiyacı var idi insanlara, ətrafında olanlara, möhtac idi, körpə uşaq olan vaxtı. Eyni ilə deyir, insan yavaş-yavaş qocalıq halına gəlir, çatır, o qocaldıqda deyir, elə bir hala düşür, artıq gücsüz olur, aciz bir vəziyyətdə olur. Ətrafında olanlara, yəni sanki köməyə ehtiyacı var. Allah hər birimizə xeyirli qocalıq nəsib etsin. Deməli, əziz qardaşlar, burada müəllif çox mükəmməl misal çəkir. Yəni, insanın həyat dövrünlə eyni səmada olan ayın dövrünü. Necə ki, deyir, ay tamamlanır, mükəmməl bir forması olur, sonra zəifləyir və sonra yox olur. Yeni ay çıxsın deyə. Eləcə də insan dünyaya gəlir, böyüyür və yaşının ən mükəmməl çağına yetişir, hansı ki 40 yaş. Ondan sonra yavaş-yavaş insan, əgər Allah ona ömür yazıbsa, yəni qocalıq çağına doğru gedir. Və o qocalıq çağı ki, ən zəif nöqtəyə, ən zəif vaxtına. Müəllif burada 40 yaş dedikdə, Allah Subhanahu və Teala Quran-ı Kərimdə zikr etdiyi ayə var, qeyd etdiyi Əhqaf surəsində. Allah Teala bildirir ki, bu ayədə hətta izə bələğə əşuddahu və bələğə 40 sənətən. Bu ayədə Allah Teala bildirir ki, nəhayət insan yetkinlik yaşına yetişib çatdıqda
o 40 yaşını doldurur. Yəni 40 yaş insanın artıq deyir yaşının ən kamil dövrüdür. Həm düşüncə baxımından, həm mənəvi və həm fiziki güc baxımından, yəni insanın ən kamil, mükəmməl dövrüdür. Bundan sonra deyir insan yenidən deyir yavaş-yavaş, yəni üzü qocalığa doğru getdikdə zəifləməyə doğru gedir. Və hansı ki Allah Taala ona ömür yazıbsa elə bir dayanacağa gedir ki, bir daha geri dönüşü olmayan bir dayanacaq. Yəni onun artıq yolu elə bir yoldur ki, o əcəli gözləyən karvanı gözləyir sanki. Sonra qeyd edir ki, fikir verin, Allah Subhanahu ve Teala insana belli bir ömür verib. İnsan istəsə də, istəməsə də o mütləq qocalır. Təbii ki, Allah ömür yazıbsa. Və qocalığın elə bir çağına çatır ki, artıq onun ən aciz dövrü olur. Ondan sonra o əcəli gözləyir. İstəsə də, istəməsə də bu baş verir. Artıq deyir, əcəlin o yolunu gözləyir. Ki, onu aparsın. Quran-ı Kərimdə Allah Teala bildirir ki, Həc surəsində: "Ya eyyuhan-nas in kuntum fi raybin minel ba'thi fe inna xalaqnakum min turab." Ey insanlar, əgər siz öldükdən sonra dirilişə şübhə edirsinizsə, bilin ki, biz sizi torpaqdan yaratmışıq. Yəni insanın yaradılışı torpaqdandır və mütləq də insan torpağa dəfn olunur və sonra Allahın izni ilə insanlar qiyamət günü mütləq dirilişi baş verəcəkdir. Burada müəllif qeyd edir ki, ayın günləri ilə insanın həyatının keçən günlərini dərk edən, düşünən, fikirləşən insan mütləq dərk edəcək ki, anlayacaq ki, onların ikisindəki də əsas ortaq nöqtə nədir? Hər ikisi günlərdən və gecələrdən ibarətdir. İnsanın ömründən gedən də həm günlərdir, eyni zamanda səmada olan ayın o dövrü də nədən ibarətdir? Günlərdən ibarətdir. Yəni deyir, artıq insan bilir ki, dərk edir ki, həm səmada, göydə olan ay, necə ki, müəyyən bir vaxt üzərində, dönəm üzərində formalaşır, sonra zəifləşir, eləcə də insanın həyatı elədir. Günlərdən ibarətdir. Arasında heç bir fərq yoxdur. Və buna əsasən də müəllif qeyd edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara, onlara verilən qənimətlər var. O qənimətlərin qədrini, qiymətini bilməyi tövsiyə etmişdir və buna təşviq etmişdir. İmam Həkimin rəvayət etdiyi bir hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, İğtənim xamsən qablə xams, 5 şey gəlmədən əvvəl 5 şeyin qədrini, qiymətini bil. Fikir verin, hədisdə keçən cümlələrin hər biri insanın həyat dövrünü insana xatırladır. Rasulullah sallallahu aleyhi və səlləm bildirir ki, şəbəbəkə qablə haramik. Qocalıq sənə gəlmədən əvvəl cavanlığının qədrini, qiymətini bil. Yəni, qocalığın sonu var. Bir mərhələsi var. İnsan daimi cavan qalmır. Daha doğrusu, cavanlığın bir mərhələsi var. Qocalıq dövrü. İnsan daimi cavan qalmır. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَسِحَّتَكَ قَبْلَ سَقَمِكَ Xəstəlik sənə gəlmədən əvvəl sağlığının qədrini, qiymətini bil. Və sonra buyurur ki, وَغِنَاكَ قَبْلَ فَقِرِكَ Kasıblıq gəlmədən əvvəl əlində olan sərvətin, zənginliyinin qədrini, qiymətini bil. وَفَرَاغَكَ قَبْلَ شُغْلِكَ Məşğuliyyət gəlmədən əvvəl boş vaxtının qədrini bil. Və eləcə də nəhayət sonuncu cümlə وَحَيَاتَكَ قَبْلَ مَوْتِكَ Ölüm sənə gəlmədən əvvəl həyatının qədrini, qiymətini bil. Peyğəmbər sallallahu aleyhi və səlləm, əziz qardaşlar, bu hədisdə keçən ibarələrin hamısını qənimət adlandırdı. İnsanĞanəim deyilir, qanimə deyilir buna ərəb dilində. Qənimət adlandırdı. Yəni, insana verilən bu dövr ki var, istər sağlıq, istər gənclik, istər zənginlik, istər boş vaxt, istər həyat, insan üçün böyük bir qənimətdir, böyük bir fürsətdir. Və o baxımdan da Peyğəmbər sallallahu aleyhi və səlləm qənimət adlandırdı. Fikir verin, deyir ki, insan bu həyatda sanki deyir, zamanla deyir, bir savaşdadır, savaş içərisindədir. Ya o onu udur, həyatı, zamanı udur, qazanır, yaxud da uduzur. Yəni onun ömrü.
bu zaman çərçivəsində, zaman daxilində sanki deyir bir müharibədədir, bir hərb meydanındadır. Hədisdə zikr olunan bütün məsələlərin hamısı məhz zamanla əlaqələndirilmişdir. Fikir verin, gəncliklə qocalığın, eləcə də sağlamlıqla xəstəliyin, zənginliklə kasıblığın, boş vaxtla məşğuliyyətin və həyatla ölümün arasında fərq sadəcə zamandır. Yəni, hədisdə zikr olunan bütün məsələlərin hamısında əsas amil nədir? Zamandır. Və bu baxımdan da insan ona verilən ömrü dəyərli tutmalıdır. Necə ki, hədisdə keçən ibarələr ki var və o ibarələrin deyir, hamısının sonuç nöqtəsi toplumu deyir, nədir? İnsanın ömrüdür, ömürdən ibarətdir. İnsana bir ömür verilib, bəlli bir ömür. Və bu hədisdə zikr olunan bütün məsələlərin hamısının məcmuası, toplusu ömürdür. Həmin ömrün daxilində o şeylər baş verir. Hər bir şey həmin o ömrün daxilində baş verir. İnsan deyir, ya qazanır, ya itirir. Ya həyat onun lehinə olur, yəni bu həyatda o qazanır, o ömrü çərçivəsində. Allahın ona verdiyi ömrü ya xeyirli, faydalı keçirir, qazanır və yaxud da ki, deyir, uduzur. Çox ibrətli cümlədir, əziz qardaşlar. Həqiqətən belədir. İnsan ya qazanır, ya itirir. Nə xoş halına o insanın ki, o qazanır. Ona verilən ömrü səmərəli istifadə edir və o qazanır. Deyir ki, insanın sağlığını sona çatdıran, daha doğrusu insanın gəncliyini tükədən nədir? Qocalıqdır, yaşlılıq dövrü. Eləcə də insanın sağlamlığını sona çatdıran, tükədən nədir? Xəstəlikdir. Və həmçinin insanın zənginliyini sona çatdıran nədir? Yoxsulluqdur. Və insanın boş vaxtını deyir, sona çatdıran, fəsada uğradan nədir? Məşğuliyyətdir. Və nəhayət insanın həyatını sona çatdıran nədir? Ölümdür. Fikir verirsiniz. Ona görə deyir, insan ona verilən bu qənimətlər ki var, o qənimətlərdən səmərəli istifadə etməlidir. Deyir ki, nə qədər deyir, qənimətlər var, haradadır deyir, bu qənimətləri istifadə edənlər, yəni bu qənimətlərdən yararlananlar. Deməli, bizə verilən Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisdə zikr etdiyi məsələlərin hamısı insan üçün bir qənimətdir. Və bu baxımdan da deyir, nə qədər qənimətlər var ki, ondan fayda götürürlərmi, faydalanırlarmı? Sonra fikir verin, müəllif keçir, hədislərdə keçən cümlələri bir-bir izah edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, qocalıq gəlmədən əvvəl sənə verilən gəncliyin, cavanlığın qədrini bil. Diqqət edin, nə deyir? Deyir, nə qədər cavanlar var idi ki, onlar deyir, o cavanlıq çağında haqq yoldan azdılar. Onlara verilən o dövr ki var, o cavanlıq çağı. Və deyir, onlar o cavanlıq çağından faydalı, yararlı istifadə etmədilər. Haqq yoldan azdılar. Təkəbbürlük, kibir, qürrələnmək deyir, onları deyir, məhvə sürüklədi. Fikir verirsiniz. Və onlar deyir, ləzzətləri, əyləncələri və həzləri puç edən əcəli, ölümü unutdular. Burada müəllif fikir verin, qədim ərəb şairi var, Züheyr. Onun misralarından bir misranı zikr edir. Azərbaycan dilində mənası, məğzi budur ki, əcəl deyir, insanların arasında kör dəvənin dolaşdığı kimi kör-köranə dolaşar. Əcəl nədir? Ölüm. Ölümlər insanların arasında kör dəvənin və yaxud da ki, gecə zülmətdə gəzən o kör-köranə dəvənin deyir, gəzdiyi kimi dolaşar. Yəni, mənası nədir? Əcəl nə cavana, nə qocaya baxmır. Nə sağlama, nə xəstəyə baxmır. Nə zənginə, nə kasıba baxmır. Əgər vaxt yetişibsə, dərhal onun ömrünü aparır. O baxımdan da fikir verin, əziz qardaşlar. Və həqiqətən də insan əgər ona verilən ömrü səmərəli istifadə edirsə, əyləncələr içərisində, günahlar içərisində və bütün rəzil həyat içərisində keçirmirsə, o mütləq qazananlardan olacaq. Əksi halda. Əgər insan ləzzətləri puç edən əcəli xatırlamırsa
Və bir zaman deyir, nə zaman ayılacaq deyir o? O zaman ayılacaq ki, o əyləncələrin içərisində və həmçinin günahların içərisində qərq olduqda ruh deyir boğaza yetişəndə ayılacaqdır. Deyir, həmin vaxt ayılanda gözü ətrafa baxacaq. Ətrafındakılara baxacaq. Elə bir məqamdır ki, Allah hər birimizə xeyirli sonluq nəsib etsin. Həmin məqam ki var, ruhun boğaza yetişdiyi məqam. O insan deyir, ətrafına baxacaq, nəzər yetirəcək və baxacaq ki, danışa bilməsə belə, gözlərinin baxışı deyir, özünə bir şəfaətçi edən varmı deyə onu sanki bildirəcək. Yoxdurmu ona yardım edən, kömək edən və onu bu vəziyyətdən, çarəsiz vəziyyətdən çıxartsın. Fikir verin ayəyə. Deyir, onlarla onların arzuladıqları, istədikləri şeylərin arasına sədd çəkilmişdir. Ayədə alimlər bilirsiniz nə deyir? Deyir ki, onlarla artıq onların tövbələri arasına, Allaha iman gətirmələri, Allahdan bağışlanma diləmələri artıq sona çatmışdır. Mümkün deyil. Onlarla onların istədikləri, arzuladıqları şeylər arasında deyir, bir sədd çəkilmişdir. Sonra fikir verin nə deyir ayənin ardında Allah subhanahu və teala. Kəmə fu'ilə bi əşya'ihim min qabl. Necə ki, bundan əvvəl onlara bənzərlərə də belə edilmişdir. İnnəhum kənu fi şəkkin murib. Şübhəsiz ki, deyir, onlar deyir, güvənsiz, təhlükəlidir, bir şək şübhə içərisində idilər. Ona görə əziz qardaşlar, insan hər an xatırlamalıdır. Ona verilən ömrün bir gün sona çatacağını. İstər cavan olsun, gənc olsun, istər Allah Teala ömür vermiş, uzun ömürlü bir insan olsun. Əgər möhlət verilmiş bir insan olsa belə, Allah Teala ona möhlət veribsə, ömrü uzundursa, yenə də ömrünü günahlar içərisində, əyləncələr içərisində, onu yaradanı unudaraq bu şəkildə, bu halda keçirərsə və Rəbbini dərk etməzsə, anlamazsa, sonra gec olacaq. Deyir, belə insan nə zaman anlayır, nə zaman dərk edir? Artıq deyir, ölümün fırtınaları onun başında deyir, gəzəndə. Yəni, yaşlı insan Allah Teala möhlət verib, yaşlı insana. Lakin deyir, yenə günahların içərisində qərq olursa, günahlar içərisində həyatını sürürsə, davam edirsə, özünü dərk etmir, deyir. Onun dərk etməsi deyir, nə zaman olacaq? Artıq deyir, ölüm döşəyinə düşəndə. Ona görə deyir ki, insan nə qədər ki, sağlığı, həyatı yerindədir, mütləq ona verilən o ömrü Allahın razı qalacağı şəkildə keçirsin. Əbu Hureyranın rəvayət etdiyi hədisdə radiyallahu anhu, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Ə'zərallahu ilə imri'in əxxara əcələhu həttə bəlləğəhu 60 sənə. Fikir verin bu hədisə. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala əcəlini 60 yaşa qədər uzatmış bir kimsəyə deyir, üzür vermişdir. Alimlər qeyd edirlər ki, Allah Teala bu yaşa qədər möhlət verir bir insana. Bu yaşdan sonra insan ona verilən ömür içərisində öz Rəbbini tanımırsa, Allaha dönmürsə, Allaha qayıtmırsa, tövbə etmirsə, onun Allah qarşısında heç bir bəhanəsi olmayacaq. Heç bir üzrü olmayacaq. Əgər o Allahın huzurunda səmimi tövbə etməsə. Təbii ki, əgər bu yaşı keçsə, insan səmimi şəkildə Allahdan bağışlanma istəyərsə, tövbə edərsə, Allah Teala tövbələri qəbul edəndir. Lakin əgər insan ömrünü bu şəkildə sürərsə və onu yaradanı tanımazsa, ondan sonra onun heç bir bəhanəsi olmayacaq Allahın qarşısında. Sonra fikir verin əziz qardaşlar. Müəllif qeyd edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, xəstəlik gəlmədən əvvəl sənə verilən sağlığın qədrini, qiymətini bil. Deyir ki, neçə sağlam insanlar var idi ki, ani, qəflətən deyir, xəstəlik deyir, onları deyir, yaxaladı. Heç özləri gözləmirdi. Həqiqətən belədir. Hər birimiz eşitmişik bunu. Nə qədər deyir, sağlam insanlar olub ki, xəstəlik onları qəfil deyir, yaxalayıb. Xəstəliklər də deyir, ya deyir, onlara bədən xəstəliyinə düçar olublar. O hala gəliblər ki, onlar artıq onların üzərinə əmr olunan ibadətləri yerinə yetirməyə qadir olmayıblar. Fikir verin, görün, ibarələr
necə insanı, yəni düşündürən ibarələr. Nə qədər insanlar olub, qəfil insana xəstəlik düçar olub. Heç özü gözləmədən, heç özünü qorumadan. Ya deyir, bu xəstəlik bədən xəstəliyi olub. O halda olub ki, ona əmr olunan ibadətləri yerinə yetirməyə qadir olmayıb. Allah afiyət versin. Yəni, dönüşü olmayan bir xəstəlik. Dönüşü olmayan xəstəlik nədir? İnsan yatağa düşür və sağalması mümkün olmayan xəstəlikdir. Bunu hər birimiz bilirik. Və hər birimiz də bundan məlumatımız var. Nə qədər ətrafımızda olan insanlar olub, eşitmişik. Xəstəliyə düçar olub yatağa və sonra sağalmayıb. Və burada onu deyir ki, insan ya deyir bədən xəstəliyinə düçar olur, o halda ki, onun üzərində əmr olunan, Rəbbinin ona əmr etdiyi ibadətləri yerinə yetirməyə qadir olmayıb, gücü çatmayıb. Hansı ki deyir, Allah Teala ona sağlam can verəndə, onun üzərində əmr olunan o əmrləri yerinə yetirməyə təşəbbüs göstərməyib. Can atmayıb. O əmrləri, o ibadətləri yerinə yetirməyib. Və baxın nə deyir? Deyir ki, o həmin sağlam vaxtında olan o zamanını, günlərini itirdiyinə görə peşman olur. Onun heyfisini çəkir. Kaş ki, mən sağlığımda öz Rəbbimi tanıyıb ona ibadət edənlərdən olardım. Və yaxud da ki, deyir, bu xəstəlik qəflət xəstəliyidir. O xəstəlik ki, insanın qəlbini bürüyür. Hər ikisi təhlükəli xəstəlikdir. İnsanın bədəninə düçar olan xəstəlik də sağalmaz bir xəstəlik olarsa, yəni burada müəllifin qeyd etdiyi, yəni ki, döşəyə düşən xəstəlik, yatağa düşən xəstəlik. Artıq ibadətləri bədənlə yerinə yetirə bilmir, gücü çatmır, qadir deyil. Və yaxud da ki, deyir, digər xəstəliyə düçar olanlar olub. O xəstəlik ki, deyir, qəflət xəstəliyidir. Onların qəlbini bürüyür və nəticədə deyir, onların deyir, qəlbinə hakim olur. Və onlar deyir, o xəstəlikdən xilas ola bilmir. Allah Teala Mutaffifin surəsində bildirir ki, Kəllə bəl rânə alə qulubihim mə kənu yəksibun. Deyir ki, xeyirdir, onların qazandıqları o günahlar onların qəlblərini bürümüşdür. Yəni artıq onlar o qəlblərini bürüyən qəflətdən xilas ola bilmirlər. Fikir verirsiniz? Lakin burada müəllif bir şeyi zikr edir. Deyir ki, insan nə zaman deyir bu xəstəlikdən sağala bilər, nə zaman qutara bilər? O zaman ki, əgər səmimi şəkildə Rəbbinin mərhəmətinə sığınarsa və Rəbbinin lütfünü diləyərsə, onda Allah Teala ona müvəffəq edər. Əksi halda belə bir insan ona verilən zamanı zay edərsə, Allahın ona verdiyi vaxtı zay edərsə, günahlar içərisində keçirərsə, qəlbini qəflət bürüyərsə, artıq o xilas ola bilməz. Allahın izni olmadan, Allahdan özü, Allahın mərhəmətini və lütfünü diləmədən xilas ola bilməz. Fikir verin əziz qardaşlar, deyir, əgər bir insana verilən ömrü insan rəzil həyat içərisində yaşayarsa, günahlar içərisində keçirərsə, düşüncələri, fikirləri ancaq boş xəyallar və günahlar üzərində hədər edərsə və deyir, o öz nəfsini artıq deyir şeytana ucuz bir qiymətə satmışdır. Allah Teala bildirir ki, o gündən çəkinin ki, günahkar qul, günahkar nəfs qiyamət günü peşman olacaq, bu sözləri deyəcək. Necə ki, ayədə bildirir Allah Teala Zümər surəsində. Yəni, bir insan əgər ona verilən ömrü dəyərli tutmursa, ömrünün günahlar içərisində keçirirsə, nə zaman deyir dərk edəcək? O zaman deyir artıq deyir ölüm yatağına düşəndə və onda anlayacaq ki, artıq ona verilən ömrü deyir şeytana satmışdır. Allah Teala da bildirir ki, o gündən çəkinin ki, o gün deyir insanın nəfsi belə deyəcək. Ən təqulə nəfsun ya həsrətə alə mə fərrattu fi cəmbilləh və in kuntu ləminə səxirin. Fikir verin, qiyamət günü deyir, insanın deyir, nəfsi deyəcək ki, Allaha qarşı etdiyim bütün nöqsanlara görə vay mənim halıma. Fikir verirsiniz? Və in kuntu ləminə səxirin. Mən deyir, dünya həyatında deyir, istehza edənlərdən idim. Sonra yenə nəfs deyəcək və ya bunu deyəcək. Əv təqulə ləv ənəllâh hədəni ləkuntum minəl muttəqin. Əgər deyir, Allah Teala məni doğru yola yönəltsəydi, mənə hidayət bəxş etsəydi, mən o zaman müttəqilərdən olardım.
Üçüncü ayə daha diqqət edin nə deyir? Zümər 58-də. Həmin gün nəfs yenə deyəcək. Peşmansılıq içərisində. Əv təqulə hinə taral əzəb. O gün deyir, nəfs əzabı gördüyü zaman belə deyəcək. Fikir verin. Ləv ənnə li kərrətən fəəkunə minəl muhsinin. Kaş ki, deyir, mən bir daha deyir, göndərilərdim dünya həyatına və yaxşı əməl sahiblərindən olardım. Fikir verirsiniz, bu nə deməkdir? Ləv ənnə li kərrətən fəəkunə minəl muhsinin. Kaş ki, mən bir daha dünya həyatına qaytarılaydım və mən o dünya həyatında yaxşı əməl edən insanlardan olaydım. Lakin olmayacaq, əziz qardaşlar. İnsan ömür bir dəfə verilir. İnsan ona verilən ömrü ya qazanır ya da itirir. Necə ki, əvvəldə dedik. Fikir verin, sonra müəllif keçir Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində zikr olunan o cümləyə. Deyir ki, yoxsulluq gəlmədən əvvəl əlində olan sərvətinin qədrini, qiymətini bil. Deyir ki, nə qədər insanlar var idi. Neçə deyir, insanlar var idi ki, axirət xəzinələrini doldurmadan əvvəl yoxsulluq onların üzərinə çökmüşdü. Fikir verirsiniz. Axirət xəzinələrini doldurmadan aydındır nə deməkdir. Neçə deyir, insanlar oldu bu həyatda. Özlərinin axirəti üçün heç bir azuqə toplamadan nəhayət onların üzərinə deyir, yoxsulluq çökdü. Sərvətini, malını, mülkünü hardan gəldi, necə gəldi, nə cür gəldi qazanmağına fikir vermədi. Fikir verin. İnsan ömrü qısadır, əziz qardaşlar. Əcəlin sona çatacağını heç kim bilmir. Əgər bir insan əlində olan pulun, sərvətin, malın hardan, hansı yolla, necə gəldi önəmsəmirsə, ona fikir vermirsə, mütləq ondan soruşulacaqdır. Çox təəssüf bugün müsəlmanlar içərisində baxsan ki, necə gəldi, günahlara qərq olanlar var. Ona görə burada çox mühüm məsələləri qeyd edir müəllif. Deyir ki, o qazandığı sərvətlə nəfsinin və şəhvətinin istəklərini doydurmaq üçün hər cür, hər şeyə xərcləyir. Necə gəldi, xərcləyir. Lakin yaxşı əməllərə gəldikdə isə əli gəlmir, deyir, onu xərcləməyə. Allah Teala ona verir sərvəti, malı, mülkü və deyir ki, o nəfsinin şəhvətlərini, istəklərini doyurmaq üçün necə gəldi, xərcləyir, hara gəldi, xərcləyir. Lakin ona deyildikdə ki, xeyir əməl yollarına xərclə, əli gəlmir, deyir. Xərcləyə bilmir. Belə insan aqibəti haqqında burada müəllif qeyd edir ki, bunlar deyir, necə ki, Quranda Allah Teala bəhs edir. Bağ sahibləri var idi. O bağ sahibləri ki, hamısı iflasa düçar oldu. Xəsisliklər üzündən. Eynidir, həmin aqibət də onları gözləyir. O kəslər ki, onlara verilən malı, mülkü Allah yolunda infaq edib xərcləmir, bir gün mütləqdir onların üzərinə bir müflislik çökəcəkdir. Və o zaman ki, deyir, onlar deyir, onu itirəndə o sərvəti, yoxsulluğun deyir, pəncələri arasında deyir, əllərini sağa sola çevirəcəklər bir-birinə. Fikir verirsiniz. Quranda bu barədə Allah Subhanahu və Teala xəbər vermişdir. Yəni bir kəsim insanlar olmuşdu, varlı insanlar. Onlar deyir, öz mallarına, sərvətlərinə arxalanırdılar, güvənirdilər. Və haqq sahibinin deyir, haqqını vermirdilər. Və necə ki, deyir, Allah Teala deyir, onları iflasa uğratdı, xəsislikləri üzərindən. Eləcə də deyir ki, o kəslər ki, Allah Teala onlara mal, sərvət verir və haqq sahiblərinin haqqını vermirsə və o zaman deyir, onlar da həmin o bağ sahiblərinin misalında olacaqlar. Fikir verin, Qələm surəsində Allah Teala onlar barəsində bildirir ki, İnnə bələvnəhum kəmə bələvnə əshabəl cənnəti. Allah Teala burada bildirir ki, biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi, onları da eləcə sınağa çəkdik. İz əqsəmu ləyəsrimunnəhə musbihin. O zaman deyir, onlar, bağ sahibləri, səhər tezdən kasıblar yatarkən
kasıblar gəlmədən əvvəldir o bağın deyir məhsulunu, meyvəsini yığmaq üzərindədir, öz aralarında deyir sözləşirlər, and içirlər. Yəni hilə qururlar. Yəni onların misalı Quranda bəhs olunur. Hansı ki deyir bağ sahibləri deyir, onlar deyir kasıbların haqqını verməmək üçün səhər tezdən deyir, hər biri öz aralarında sözləşirlər, gəlib o məhsulu yığmaq üçün. Lakin bunlar deyir belə güman edirlər, belə hilə qururlar. Amma düşünmürlər ki Allah Taala'nın bir ədaləti var. Onlar deyir tezdəndən gəlməmişdən əvvəl Allahın izni ilə həmin bağı Allah Taala məhv edir. Fikir verin, çox önəmli bir məsələdir. Deyir ki, onlar deyir yaxınlaşanda bağa doğru. Hamısı deyir heyranlıq içərisində baxırlar, boylanırlar ki, bizim bağımız hanı? Həmin yerdən əsər əlamət qalmır. Və baxıb boylanırlar, görürlər ki, deyirlər ki, hətta öz aralarında deyirlər ki, bəlkə biz səhv yolla gəlmişik, yolumuzu azmışıq. Lakin sonra düşünürlər, dərk edirlər ki, yox, həqiqi yerə gəliblər, amma onlar əllərində olan bağı itiriblər. Allah Taala məhv edib oranı. Sonra Allah Taala həmin ayədə gör nə deyir? Qələm surəsində. Kəzəlikəl əzab vəl əzabul axiratu əkbar ləv kanu ya'lemun. Fikir verin, deyir ki, dünyadakı əzab deyir belədir deyir. Lakin axirətdəki əzab bundan daha böyükdür. Kaş ki deyir onlar onu biləydilər. Və qeyd edir ki müəllif, deyir o kəslər ki mallarına güvənib, arxalanıb və haqq sahiblərinin haqlarını vermirlər, xeyir əməllər yolunda mallarını infaq etmirlər, necə ki bağ sahiblərinin aqibəti necə oldu? Onları da deyir həmin aqibət gözləyir. O xeyir əməllərdən qaçanların sonu da eyni onların aqibəti kimidir. Sonra əziz qardaşlar, diqqət edin, müəllif Peyğəmbər sallallahu aleyhi və səlləmin o növbəti cümləsindəki sözə keçir. Deyir ki, məşğuliyyət gəlmədən əvvəl boş vaxtının qədrini, qiymətini bil. Deyir, nə qədər insanlar oldu ki, Allah Taala onlara müvəffəq etdi, vaxt verdi. Onlara geniş bir vaxt, imkanlar verdi. Və bununla bərabər onlara neymətlər bəxş etdi. Yəni onlar özləri əziyyət çəkib gedib ruzi qazanmırlar. Onların neymətlər qabağına gəlirdi. Həm vaxtları var idi, həm də neymətləri geniş idi. Neymətlər onların qabağına gəlirdi. Lakin buna baxmayaraq onların üzərində olan o neymətlərin haqqını vermədilər. Onlara bəxş olunan o neymətlərin qədrini, qiymətini bilmədilər. Hansı ki, deyir, onlar deyir, əksinə ömürlərini deyir, yalnız deyir, boş, faydasız əyləncələr içərisində keçirdilər. Və ömürlərini deyir, zay etdilər. Həm ömürlərini, həm onlara verilən o imkanları hər tərəfli deyir, zay etdilər. Və deyir, özlərini deyir, bitib tükənməyən xəyallar içərisində məhvə sürüklədilər. Və hər dəfə deyirlər, sabah edəcəm, o birisi gün edəcəm. Və düşünmürdülər ki, günlər və illər deyir, sürətlə ötüb keçir. Və deyir, onlar deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin kaş ki deyir, bu sözünü dərindən başa düşəydilər, biləydilər. Və qəlbləri ilə deyir, o sözü deyir, dərk edəydilər. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, ni'mətəni məğbun, fihimə kəthirun minən nəs, əs-sihhət vəl-fəraq. Deyir ki, iki neymət var ki, insanların çoxsu onda aldanmışdır. İki neymət var ki, insanların çoxsu onda aldanmışdır. Və yaxud da ki, itirmişdir. Xəsarətə düçar olmuşdur. Onlardan biri sağlıqdır, digəri isə boş vaxtdır. Həqiqətən elədir. Əgər insan ona verilən sağlığın qədrini, qiymətini bilmirsə, nə zaman bilir? Xəstəliyə düçar olanda. Eyni zamanda insan əgər boş vaxtının qədrini, qiymətini bilmir, nə zaman dəyərləndirir, bilir? Artıq bütün o işlərlə yüklənəndə. Ona görə də əziz qardaşlar, burada müəllif qeyd edir ki, sələflərdən biri olmuşdu. Bir zaman deyir, bir toplumun yanından keçəndə görür ki, toplum, bir qrup insanlar deyir, oturub boş-boş danışırlar, söhbət edirlər və hətta gülürlər və qəhqəhələri götürüb həmin yeri. Sonra deyir, dayanıb onlara baxır, ah çəkir. Baxın, görün nə işlədir. Deyir ki, belə bir ifadə işlədir. Deyir ki, kaş ki, vaxt alınıb satılan bir şey olaydı. Və mən də deyir, onların o zay etdiyi vaxtı deyir, onlardan satın alaydım deyir.
Onların o vaxtını deyir mən satın alaydım. Ona görə də əziz qardaşlar, əgər insan ömrünü səmərəsiz keçirərsə, günahlar içərisində keçirərsə və ömrünü şeytana satarsa, Allaha qayıtmazsa, o ömür mütləq onun əleyhinə olacaq qiyamət günü. Nə qədər ki, insan sağdır, nə qədər ki, insan yaşayır, Allaha səmimi tövbə edib qayıtmalıdır. Əksi təqdirdə, əgər insan ömrünü zay edərsə, günahlar içərisində keçərsə, tövbə etməzsə, onun əleyhinə olacaq o ömür. Fikir verin, Müminin surəsində Allah Teala nə deyir? Deyir ki, Kəm ləbihtum fil ardi ədədə sinin. Allahı inkar edənlər barəsində onlara soruşulacaqdır. Siz dünya həyatında yer üzərində deyir, neçə il qaldınız? Ona görə də əziz qardaşlar, əgər bir insan ona verilən ömrü dəyərli tutmursa, Allahın huzurunda ona səmimi şəkildə tövbə etmirsə və günahlara qərq olub günahlar içərisində yaşayırsa, deyir, nə zaman dərk edəcək? O zaman ki, deyir, nida edənin səsini eşidəndə, nida edən kimdir? Ölüm mələyi. Ölüm mələyinin deyir, səsini eşidəndə onda deyir, ayılacaqdır deyir. Onda dərk edəcək. Və onlara deyiləcək ki, inkarçılara, kəm ləbihtum fil ardi ədədə sinin. Siz deyir, yer üzərində neçə il qaldınız? Allahdan istəyirəm ki, bizim hər birimizi Allahın bizə bəxş etdiyi ömrü səmərəli keçirməyi nəsib etsin. Allahdan diləyirəm ki, bizim günahlarımızı bağışlasın. Allahdan istəyirəm ki, bizi salih əməllər üzərində yaşatsın. Və Allah Teala bütün əməllərimizi ixlaslı etsin. Allahdan istəyirəm ki, bizi və valideynlərimizin günahlarını bağışlasın və onlara rəhm etsin. Allahdan istəyirəm ki, bizim zürriyyətimizi salihlərdən etsin. Və Allahdan diləyirəm ki, zülmə məruz qalan bütün müsəlmanlara yardım etsin. Allahdan istəyirəm ki, övladı olmayan bütün müsəlmanlara sağlam və xeyirli övladlar bəxş etsin. Allahdan diləyirəm ki, xəstə olan bütün müsəlmanlara acil və kamil şəfa versin. Allahdan istəyirəm ki, ailə qura bilməyən bütün gənc müsəlmanlara xeyirli ailə qurmağı müvəffəq etsin. Allahdan diləyirəm ki, hər birimizə iman üzərində yaşayıb və iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və ətubu ileyk.